Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170 marşrutlarından 10-15 metr məsafədə yola yaxın obanın böyründə obyekti olmaqla bir dənə 2 ailə içində uyğun bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, gördüyünüz kimi 2 dənə obyekti, bir evin 2 obyektidir. Hərəsi ayrındadır, ayrı-ayrıdır. Obyektlə, yəni ev ikisi bir yerdə satılır. Gördüyünüz kimi bura, bax düz yolun qırağıdır. Yoldan 10 metr məsafədədir, qapının ağzındadır. Meyvə bazarına hər yerə yaxındır, amma ev həqiqətən ayrıca bir gözəlliyi var. Gördüyünüz kimi obyekti çöldən göstərdim. Hala hərəsi, yəni ikisi bir yerdə 300 manat arendadadır. Gördüyünüz kimi bu evin xarici görünüşü üzü ağlay daşlarla üzlənib. Burada da bizim ev sahibimiz bibimiz kənd təsərrüfatı məhsulları satır. Bunu da nəzərinizə çatdırım. Kim istəsə gəlib özü təmiz məhsullar, kənd təsərrüfatına aid nə məhsullar istəsələr burada gəlib ala bilərlər. Həqiqətən bibinin malları çox keyfiyyətlidir. Gördüyünüz kimi hörmətli izləyicilər, bu hissəsi və bura belə bir qaraj hissəsidir. Belə bir hissədir. Ev sahibi burada sadəcə turşularca satır, kənd məhsulları, pendir, nə bilim, nə deyirsiniz, toyuq, cücə, hər şey, təmiz kənd məhsulları. Həyətyanı sahəsidir, gördüyünüz kimi. Rahat maşın da daxil olur. 2 maşın rahat da daxil ola bilər. Gördüyünüz kimi, hörmətli izləyicilər, yolun qırağında ev sərfəli yerdədir. Həyətində sanitar qopçağı var, bunu da belə çəkik. Evin yan tərəflərindən keçmək mümkündür. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, evin arxasına qədər fırlanmaq lazımdır. Mümkündür. Bax, nəzərinizə çatdırım. Kim istəsə birbaşa buranı da obyektə çevirə bilər. Bax, hazır obyektdir. Bax, görürsünüz. Obyekti bunun da obyektidir. Hal-hazırda görürsünüz, hal-hazırda dükan işlədir, obyekt kimi istifadə edir. Bax, buranı hörmətli izləyicilər, obyekt kimi götürsün, bax belə. Buradan bağlayırsınız, bax, bu hissədən. Bağdan bağlayırsınız, oradan bir dənə qapı qoyub evə birbaşa xod eləmək olar. Buranı bağlayırsınız, bax belə. Maşın girən hissədən. Bura elə bir hazır özü obyekt kimidir. Yenə görürsünüz istifadə olunur. Bir də obyekt burada. Hal-hazırda obyekt kimi istifadə edilir. Yəni nə cür istifadə edirsiniz, yola yaxındır, hamı da tanıyır buranı. Və buradan girir içəri. Evin giriş hissəsidir. Ayaqaltı döşəməsi istipoldur. Gördüyünüz kimi, bax giriş hissəsi istipoldur. Evin hündürlüyü təxmin arıca 2.90 olar. Sol tərəfə girən kimi sanuzeldir. 2 ailə üçün tam uyğundur. 2 ailə rahat qala bilər. Obyekt kimi də istifadə olunur. Təmiri qaydasında sanuzelin. Keçirik bura. Burada bir dənə qonaq otağıdır. 2 otaq aşağıdadır, bir mətbəx. Burada elə bir bura qonaq otağıdır. Hal-hazırda burada da yaşayış var, yuxarıda da yaşayış var. 2 ailə özü rahat qalır bu evin içində. Bura mətbəx hissəsidir. Gördüyünüz kimi mətbəxlər də tam sağlam vəziyyətdədir. Evin təmir qaydasındadır, normaldır, yaşayışlı evdir. Burada da bir geniş yataq otaqdır, hörmətli izləyicilər. Pəncərələrdən də tam rahat gördüyünüz kimi işıq düşür evin içinə. Qiyməti sonunda deyəcəm, bəyənməyi unutmayın, abunə olmağı unutmayın. Zınqrov bildirim işarəsində aktiv edin ki, hər satışa çıxan evlərdən xəbərdar olasınız. Hörmətli izləyicilər, mütləq bəyənməyi unutmayın. Demək, buradan qalxırıq, buraya ilə qutardıq. 2 otaq, bir mətbəx, bir sanuzel aşağıda. Hörmətli izləyicilər, fikrimi yağın sizə çatdıra bildim. Buranı böləndən sonra rahat obyekt kimi də yenə onu da istifadə eləmək olar. Giriş qapısını da oradan qoymaq olar. Keçir indi evin içi ilə tanış olaq. Yuxarı ilə. Burada 4 otaqdır. Gördüyünüz kimi, hörmətli izləyicilər, bax, bu hissəsi geniş dəhliz, hündürlük 3 metr. Bura qonaq otağıdır. Ev də qəşəng səliqəli təmirli evdir, hörmətli izləyicilər. Evi elə bir o vaxt necə alıb, elə də qalıb. Bax, bu hissəsi də gördüyünüz kimi qonaq otağıdır. 4 otaq da yuxarıdadır. Cəmi 6 otaq.
Mətbəx, geniş mətbəxi var. Görürsünüz, hörmətli izləyicilər, evdə həm səliqəli, həm səhmanlı, həm də təmirli. Solda burada bir uşaq otağıdır. Sağda burada bir geniş yataq otağıdır. Ev həqiqətən çox ideal evdir. Sonda ən dördüncü otaqda buradır, hörmətli izləyicilər. Bu hissəsi də dördüncü otaqdır. Gözü pəncərələrin hamısından rahat tam işıq düşür. Havalanmaya da tam uyğundur. Burada bir ikinci mərtəbənin sanuzidir. Buranın da təmiri qaydasında səliqəli evdir həqiqətən. Yaşayışlı evdir. Evi elə bir ev sahibi bir neçə ildə alıb, necə var elə də elə bir qalıbda demək olar. Təmir qaydasında hər şey öz yerində, hörmətli izləyicilər, gördüyünüz kimi. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın zəiflənan zaman. Bildirim işarəsini, zınqrov bildirim işarəsini aktiv eləməyi unutmayın ki, hər satışa çıxan evlərdən xəbərdar olasınız. YouTube'da, Instagram'da Seç Al Əmlak, TikTok'da da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Bildirim işarəsini mütləq aktiv eləyin ki, zınqrov bildirim işarəsini. Hər satışa çıxan evlərdən xəbərdar olasınız. Hörmətli izləyicilər, gördüyünüz kimi də evin qiymətini nəzərinizə çatdırıram. Demək, bələdiyyə sənədi var, arxivli sənəddir. Qiyməti də 220 min start qiymətdir. Real alıcı olsa endirimi birbaşa sahibi ilə danışacaqsınız. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.